إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Allah Teala bu məclisi bərəkətli eləsin. Və Allah Teala'dan istəyirəm ki, bizi öz dinində sabit eləsin. Deməli, qəzəbi boğmaq və insanları əff eləmək, insanları bağışlamaq. Əbu Hurayra deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Mə nəqasat sadaqatun min məlin. Sədəqə malı azaltmaz, malı naqisləşdirməz. Və mə zədəllahu abdən bi'affin illə izzə. Allah Teala qulu əff etməsinə görə izzətini artırar. Ne kadar insan əff edirsə, bir o qədər Allah Teala onun izzətini artırır. Və mə təvada'a əhədun lillah illə rafa'ahullah. Hər kim Allah üçün təvazökarlıq edərsə, təvazökar olarsa, Allah onu ucaldar. Bu hədisdə üç şey keçir. Və sonra Səhl ibn Muaz ibn Ənəs Əl-Cühəni deyir, Allah atasından, o da Allah elçisi sallallahu aleyhi ve sellem'den buyurmuştur ki, men kəzəmə qayzan və huvə yəstətir ən yunqidəhu yunəffidəhu dəahullah yevməl qiyamət alə rusil xalayq. Hər kim qəzəbini boğarsa, qəzəbinin gərəkdiyini həyata keçirməyə qadir olduğu halda Allah Teala qiyamət günü insanların qarşısında, məxluqatın qarşısında onu çağırar, onu səsləyər, hatta yuxayyirahu fi ayyil hurşə və nəhayət hurilərdən istədiyini seçməyə ona seçim verirlər. Yəni kim qəzəblənir və qəzəbinin gərəkdiyini eləyə bilər. Lakin Allah üçün qəzəbini boğarsa, qiyamət günü Allah Teala bütün məxluqat qarşısında onu səsləyər və ona hurilərdən istədiyini seçməyə ixtiyar verər. Deməli, qəzəbi boğmaq, əff etmək, insanlardan keçmək üstün əxlaqdır, əzəmətli ədəbdir. Və şəriət buna rəğbətləndirmişdir. İslam dini bu əxlaqa insanları rəğbətləndirmişdir və bu da ehsan, yaxşılıq qapılarından böyük əzəmətli qapıdır. Allah Teala buyurur Məidə surəsi 13-cü ayədə Fa'fu anhum vasfah. Onları əff et və onlardan keç. İnnallah yuhibbul muhsinin. Həqiqətən Allah muhsinləri, yaxşı əməl sahiblərini sevir. Keçmək, əff etmək insan üçün rəhmət, məğfirət, bağışlama qapılarına çatmaq üçün böyük bir səbəbdir. Allah Teala buyurur Təğabun surəsi 14-cü ayədə və in ta'fu və təsfahu və təğfiru fə innallah gafurur rahim. Əgər siz əff etsəniz, insanlardan keçsəniz və bağışlasanız, həqiqətən Allah bağışlayan və rəhimlidir. Yəni siz əgər əff etsəniz, insanların günahlarından, səhvlərindən, xatalarından keçsəniz və onları bağışlasanız, Allah Teala bağışlayan, yəni Allahın bağışlaması, rəhmətinə nail olasınız. Və həmçinin bağışlamaq, əff etmək, əzəmətli, böyük savab və əcirləri əldə etmək üçün səbəbdir, vasitədir. Fəmən afə və aslahə fəəcruhu alallah. Kim əff edər və islah edərsə onun əcri Allahadır. Yəni o insanın əcrini Allah Teala özü verəcəkdir. Və həmçinin əff etmək, keçmək, bağışlamaq, cənnətlə uğur əldə etmək və rəhman olan Allahın razını qazanmağa səbəbdir. Allah Teala buyurur وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ عِدَّةٌ لِلْمُتَّقِينَ. Allah Teala'dan, Rəbbinizdən məğfirətə və eni göylər və yer qədər olan müttəqilər üçün hazırlanmış
cənnətə tələsin. Əl-ləzine yunfiqune fis-sərrai vəd-darra. O kəslər ki, firavanlıq, rahatlıq, bolluqda da və sıxıntı, çətinlikdə də xərcləyirlər. Vəl-kəziminə qayz. Və qəzəblərini boğurlar. Vəl-afinə anin-nas. Və insanları əfv edirlər. Vallahu yuhibbul muhsinin. Allah muhsinləri, yaxşı əməl sahiblərini sevir. Mən əfv edən insanlar, başqalarını əfv edənlər təqvanı əldə etmək üçün, müttəqi olmaq üçün ən yaxın insanlardır. Allah Teala buyurur: "Və en ta'fu aqrabu lit-taqva." Sizin əfv etməyiniz təqvaya daha yaxındır. Nə qədər insan əfv edir, bir o qədər müttəqilər də olur. Və əl-afu Allah Teala adlarındandır. Əl-afu Allah Teala adlarındandır. Əfv etmək də Allah Teala'nın sifətlərindəndir. Allah Teala pislikləri silir, günahlardan keçir. Və Allah Teala əfv sifəti ilə keçmək, bağışlamaq sifəti ilə vəsf olunmuşdur və həmçinin bağışlama, məğfirə etmə. Allah Teala buyurur: "Və kana Allahu gafurur rahime." Allah çox bağışlayan və rəhimlidir. Və Allah Teala əfvi sevir. Və Allah elçisi sallallahu aleyhi və səlləm möminlərin anası Ayşə radiyallahu anhaya öyrədir və deyir, denən ki, Allahümme inneke afuvun tuhibbul afva fa'fu anni. Allahım, həqiqətən sən əfv edənsən, əfvi sevirsən və məni əfv elə. Allah Teala qulunu əfv etməyi sevir. Və qullarından da əfv edənlər sevir. Kim ki müsəlmanları əfv edir, bağışlayır, Allah Teala onu sevir. Və in ta'fu və tasfahu və təğfiru fə innallahu gafurur rahim. Əgər əfv etsəniz, günahlardan keçsəniz və bağışlasanız, həqiqətən Allah çox bağışlayan və rəhimlidir. Nisə surəsində buyurur: "Və in tubdu xeyran əv tuxfuhu əv ta'fu an su'in fə innallahu kana afuvan qadira." Əgər bir xeyri aşkarda etsəniz və ya gizlətsəniz, gizlində etsəniz və ya pislikdən keçsəniz, əfv etsəniz, həqiqətən Allah əfv edən və hər şeyə qadirdir. Əgər bunları bildiksə, möhtərəm müsəlmanlar, mömin üçün, müsəlman üçün bir dayanması lazım. Sadiq şəkildə dayanmaq, fikirləşmək bu ayələri və əvvəl ötən hədisləri tədəbbür edərək, bu hədis və ayələrdən hidayət, ibrət almaq üçün və sonra öz halına baxmamız lazım bizim. Ki biz öz halımıza, öz vəziyyətimizə baxaq. Bu məsələdə, yəni qəzəbi boğmaq, insanları əfv etmək, bağışlamaq işində öz halımıza baxaq. Pislik edəni əfv etməkdə bizim halımız necədir? Pisliyindən keçməkdə bizim vəziyyətimiz necədir? Necə qarşılayırıq? Və bu xislət, bu vəsf, əgər varsa insan üçün nə gözəldir. Və bütün bunlar da sadiq qəlb sahibləri üçündür. Böyük nəfs sahibləri üçündür. Lakin yardım, müvəffəqiyyət ancaq Allahdandır. Və əfv etmək, keçmək, bağışlamaq əzəmətli böyük məqamdır, uca dərəcədir. Allah Resulü sallallahu aleyhi və səlləmin vəsfidir. Və Allah Resulü sallallahu aleyhi və səlləmə haqqıyla tabi olanların sifətidir. Əbu Abdullah Əl-Cədəli deyir ki, mən Ayşə radiyallahu anhadan soruşdum Allah Resulü sallallahu aleyhi və səlləmin əxlaqı haqqında. Və dedi ki, ləm yəkun fəhişən və lə mütəfəhişən. Allah Resulü sallallahu aleyhi və səlləm yəni pis, çirkin söz söyləyən və pis əməl edən də deyil idi. Nə onu əvvəldən pis sözlər, çirkin sözlər deyən, nə də sonradan da deyən deyildi, öyrənən deyildi. Və lə səxabən fil əsfaq, nə də bazarlarda qışqıran deyildi. İnsanlar adətən bazarlarda qışqırırlar. Lakin Ayşə deyildi ki, Allah Resulü sallallahu aleyhi ve sellem vəsfi belə deyildi, bazarlarda qışqırmaq. Və lə yəczi bis-seyyiəti seyyə və pisliyi pisliklə cəzalandırmazdı. Lakin əfv edər və keçərdi. Abdullah ibn Amr ibn As
deyir ki, bu ayə ki var Quranda, Allah Teala buyurur, Ya eyyuhen nebiyyü, ey peyğəmbər, inne arselnâke şahidən və mübəşşiran və nədirə. Həqiqətən biz səni göndərdik şahid olaraq, müjdələyən və qorxudan olaraq. Və deyir ki, Tövratda da Allah Teala deyir ki, ey peyğəmbər, inne arselnâke şahidən və mübəşşiran. Həqiqətən biz səni şahid, müjdələyən və ummi yazıb oxuya bilməyənlər üçün bir qoruma etdik. Əntə abdi və rasul, sən mənim qulum və mənim elçimsən. Səmmeytükəl mutavakkil, səni mən təvəkkül edən adlandırdım. Leysə bi fazzin, sərt, kobud, qaba qəlbli deyildir. Və lə səxab bil əsfaq, və bazarlarda qışqır-bağır salan deyil. Və lə yədfə'u seyyətə bis seyyə, pisliyi pisliklə dəf eləmir. Və ləkin ya'fu və yəsfə'u, lakin əff edir və keçir, bağışlayır. وَلَنْ يَقْبِدَهُ اللّٰهُ حَتَّى يُقِيمَ بِهِ الْمِلَّةَ الْاَعْجَى. Və Allah Teala onun canını almaz, əyri olan milləti, dini düzəltmədikcə. بِيَنْ يَقُولُ لَا إِلَهِ اللّٰهِ, ta ki onlar La ilahe illallah deyənə qədər. فَيَفْتَحَ بِهَا أَعْيُنًا عُمْيَا. Və Allah Teala onunla kör gözləri açacaq, kar qulaqları açacaq və qəflətdə olan qəlbləri onunla açacaqdır Allah Teala. Və Allah Resulü sallallahu aleyhi ve sellem yəni bu ayənin tələbini yerinə yetirirdi. Allah Teala buyurur, İdfə'a billəti hiyə əhsinu seyyə. Sən pisliyi yaxşılıqla dəf et. Nəhnu ə'ləmu bimə yasifun. Biz daha yaxşı bilirik onlar nə ilə vəsf edirlər. Və qur Rabbi əuzu bikə min həməzət şeyatin. Və də ki, ey Rəbbim, şeytanların vəsvəsələrindən sənə sığınıram. Və əuzu bikə Rabbi ən yəhdurun. Və ey Rəbbim, onların mənə gəlmələrindən də sənə sığınıram. Və həmçin Fussilet surəsində İdfə' billəti hiyə əhsən. Sən pisliyi yaxşılıqla dəf et. Və idəl-ləzi beynəkə və beynəhu ədəvətun kəənnəhu vəliyyun hamim. Onda səninlə arasında düşmənlik olanı özünə yaxın dost görəcəksən. Deməli, bu əzəmətli ədəb əxlaqdır. Uca əxlaqdır, gözəl əxlaqdır. Allah Teala, Allah elçisi sallallahu aleyhi ve sellemə bunu əmr etmişdir. Yəni, sənin düşmənlərin pislik etsələr, sözlə, feillə, sən də pisliklə cavab vermə. Halbuki, pislik edənə mislində pislik eləmək olar. Əvəz olaraq, cavab olaraq. Lakin pisliyi yaxşılıqla dəf et. Allah da deyir ki, yəni, sən tərəfindən yaxşılıq olsun, pislik yox. Və bu da yaxşılıq etmək, pislik edənə, pislik edən insana yaxşılıq edən tərəfindən lütf fəzilətdir. Və bunda da xeyirlər vardır. Xeyirlər odur ki, sən özündən pisliyi yüngülləşdirirsən. Həm indi və həmçinin gələcəkdə. Və həmçinin yaxşılıq edirsənsə, əgər pislik edənə, pislik edəni haqqa cəlb edirsən. Bu əxlaqınla, yaxşılıq etməklə. Və həmçinin pislik edənin peşmançılığına, təəssüflənməsinə daha yaxındır. Tövbə etməsinə daha yaxındır. Etdiyi əməldən qayıtmasına daha yaxındır. Və əff edən insan da ehsan sifəti ilə vəsf olunur. Kim əff edir, bağışlayırsa, muhsinlərdən olur. Və kim əff edirsə, düşməni olan şeytana qalib gəlir. Əff edirsə, Allah Teala'nın savab və mükafatını özünə cəlb edir. Allah Teala buyurur, fəmən afə və aslaha fəəcru alallah. Kim əff edib, islah edərsə, kim əff edər və islah edərsə, onun əcri, savabı Allahadır. Əff etmək, keçmək, bağışlamaq sahibinə izzət verir. Ucalıq verir. Həm dünyada, həm də ahirətdə, öncəki hədisdə keçdi, əff etməyə görə Allah Teala qulunun izzətini artırır. Lakin insanların əksəriyyəti, yəni çoxsu əksini zənn edir. Sanki əff etmək, bağışlamaq zəlillikdir, alçaqlıqdır. Və insana pisliyi əmr edən nəfs də pıçıldayır, deyir ki, sən necə əff edin, necə bağışlayırsan onu. Halbuki o sənə filan şey eləmişdir, filan şey eləmişdir,
filan şey eləmişdir və bununla nəfs insanı intiqama aparır. Ki sən ondan intiqam al. İntiqam alsan ucalacaqsan, izzətlənəcəksən. İbn Teymiyyə deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm hədisdə bəyan edir ki, Allah Teala insanın əff etməsinə görə izzətini artırır. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin haqq sözləridir. Ki, əgər bir insan əff edirsə, nə olur? İzzətlənir. Allah Teala o insanı ucaldır, izzətləndirir. Və hədisdə keçir ki, malı sədəqə azaltmır. Əff etmək insanı ucaldır. Və kim də təvazökar olsa Allah üçün, Allah onu ucaldar. Yəni, insanlar bunun üçünün də əksini fikirləşir. Sədəqə verirsə mal azalır, insan düşüncəsində. Bağışlayır, əff edir, sanki alçaqlıqdır. Amma Allah da izzətləndirir. Və həmçinin təvazökarlıq, özünü aşağı aparmaq, sanki zəlillikdir, lakin Allah Teala o insanı ucaldır. Və həmçinin buyurmuşdur ki, İnsan əff etməklə əldə etdiyi o izzət onun üçün daha sevimli, daha faydalıdır intiqam almaqla əldə etdiyindən. İntiqam almaqla əldə etdiyi o izzət zahirdə izzətdir. Ki, insan acıq çıxdı, intiqam aldı, cavabını verdi, söz altda qalmadı. Sanki bununla intiqam alır və nə olur? İzzətlənir zahirdə. Lakin daxildə zəlillik yaradır insanlar. Əff etmək, bağışlamaq isə zəlillik kimi görsənsə də, lakin həm daxildə, həm də zahirdə insan üçün izzətdir. Və Allah Resulü sallallahu aleyhi ve sellem heç vaxt öz nəfsi üçün intiqam almamışdır. Müsəlman üçün bu kifayətdir. Ki Allah Resulü sallallahu aleyhi ve sellem heç vaxt öz nəfsinə görə intiqam almamışdır. Yalnız Allah Teala'nın haramları pozuldusa intiqam alardı. Və o da Allah Resulü sallallahu aleyhi ve sellemin əxlaqının kamilliyindəndir. Ayşə radiyallahu anh deyir ki, Mə xuyyirə Rasulullah sallallahu aleyhi ve sellem beynə əmreyni illə əxədə əysərəhumə mə ləm yəkun ithmən. Allah elçisi sallallahu aleyhi ve sellem iki iş arasında seçim edilirdisə, əgər günah deyildisə, ən yüngülünü seçirdi. Əgər iki işdirsə, ikisindən birisini etməlidirsə, günah deyilsə, əgər ən yüngülü, ən asanını seçirdi. Fəin kənə ithmən, kənə əb'adən nəsmin. Əgər günahdırsa, ondan insanlar içərisində ən uzaq olanıydı. Günahdırsa, ən uzaq olanıydı. وَمَا اِنْتَقَمَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem ve Allah Resulü sallallahu aleyhi ve sellem heç vaxt öz nəfsi üçün intiqam almamışdır. Yalnız Allah Teala'nın haramları pozuldusa intiqam alardı. Ənəs ibn Məlik deyir ki, mən Allah Resulü sallallahu aleyhi ve sellemlə birlikdə yeriyirdim, gəzirdim və üzərində də Necran paltarı var idi. Bu boyun hissəsi kobud, qalın idi. Və bir bədəvi ərəb Allah Resulü sallallahu aleyhi ve sellem çatdı, yetişdi və onun paltarından çəkdi şiddətli şəkildə və mən də Allah Resulü sallallahu aleyhi ve sellemin boynuna baxdım, boyun yan tərəfinə. Artıq paltarın boyun hissəsi bədəvi ərəbin şiddətli çəkməsinə görə iz salmışdı boynuna. Və sonra dedi ki, mən bədəvi ərəb, ya Muhammed, ey Muhammed, bədəvilər adı ilə çağırırdılar sallallahu aleyhi ve sellemin. Dedi ki, ya Muhammed, murli min məlilləhilləzi indək. Allahın səndə olan malından əmr et ki, mənə versinlər. Bədəvi olsa da, kobudluq olsa da, yenə də tövhid var idi. Demək, sənin malından, Allah Teala'nın səndə olan malından əmr et ki, mənə versinlər. Və Allah Resulü sallallahu aleyhi ve sellem ona çevrilib baxdı və güldü. Və sonra əmr etdi ki, ona versinlər. Və insan nəfsi ilə mübarizə aparırsa, insan bu gözəl əxlaqa çata bilir. Əbu Darda deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, İnnəməl ilmu bittəallumi. Elm yalnız öyrənməklədir. İnsan elm öyrənmək istəyirsə, nə eləməlidir? Öyrənməlidir. Oxumalı, əzbərləməli, elm məclislərində iştirak eləməlidir.
Və innəməl hilmu bittəhəllumi. Həlimlik, təmkinlilik çalışmaqla. Təhəllüm, yəni həlim olmağa çalışmaqla olur. Mən yətəhərrəl xeyrə yu'ta. Və kim də xeyir axtararsa, xeyir ardınca gedərsə, xeyri etmək istəyərsə, ona verilər. Və mən yettəqi şərrə yuqa. Və kim də şərdən çəkinərsə, uzaq olarsa, qorunar. Şərdən qorunar. Və Allah Teala, yardım Allah Teala'dandır. Müvəffəq edən Allah'tır, lakin Allah Teala səbəblərə bağlamışdır ki, insan o səbəbləri özü etməlidir. Fudayl ibn İyad deyir ki, bir şəxs sənə gəlib, başqasından əgər şikayət edirsə, bir nəfər gəlir, başqasından sənə şikayət edir. Ona de ki, onu əff elə. Əff etmək təqvaya daha yaxındır. Yəni, sən əff eləməklə nə qazanırsan? Təqva qazanırsan, müttəqilərdə olursan. Yəni, müttəqilər Allah Teala'nın sevdiyi insanlardır. Müttəqilər o kəslərdir ki, Allah Teala onların əməllərini qəbul edir. Müttəqilər üçün Allah Teala cənnəti hazırlamışdır, vəd etmişdir. İnsan əff etməklə nə olur? Təqva sifətini əldə edir. Yəni, əziyyət çəkmədən. Necə əziyyət çəkmədən? Yəni, nəsə fiziki iş görmək lazımdır, nəsə xərcləmək lazım deyil. Sadəcə əff etmək. Deyir ki, kimsə gəlib sənə şikayət etsə, başqasından, denən ki, onu əff elə. Əff etmək təqvaya daha yaxındır. Əgər sənə desə ki, qəlbim əff etməyi istəmir. Qəlbim bunu daşımır. İstəyirəm ki, ondan acıq çıxım, intiqam alım. Allah Teala necə əmr edibsə o cür. Yəni, insan nə deyir? Mən əff edə bilmirəm, yəni qəlbim onu tab gətirə bilmir ki, onu əff edin, bağışlayayım. Lakin Allahın əmr etdiyi kimi istəyirəm, intiqam alım. Çünki intiqam almaq, Allah Teala icazə veribdir də. Deyir ki, onda ona denən ki, əgər sən Allah Teala əmr etdiyi kimi intiqam almağı bacarırsansa, onda onu elə. Amma kim onu bacarar? Allah Teala əmr etdiyi kimi, o həddi aşmadan, əgər onu bacarırsansa, onda elə. Yoxsa, əff elə, çünki əff etmək geniş, böyük qapıdır. Və bu da Fudayl ibn İyad tərəfindən böyük tövsiyədir. Çünki insanların çoxusu intiqam almaq məsələsində pisliyi pisliklə əvəz etməkdə acizdirlər. Əksinə, pislik həddini aşırlar və zülmə keçirlər. İntiqamdan nəyə keçirlər? Zülmə. Əvəz çıxmaqdan keçirlər zülmə, olurlar zalim. Allah Teala buyurur, hansı ki bu ayəni biz hər birimiz düşünməliyik. Diqqət eləməliyik ki, bu ayə olduqca mühümdür. Deməli, əff etmək, bu ayə denir, bu ayələr. Əff etmək növ-növdür. Quranda yəni gəlmişdir. Və insanlar da elə zənn edirlər ki, əff etmək mümkün deyildir. Allah Teala buyurur, وَدَّ كَثِيرٌ مِنْ أَهْلِ الْكِتَابِ Kitab əhlinin çoxusu istəyir ki, لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عَنْدَ أَنْفُسِهِمْ Küfr əhlindən, yəni kitab əhlindən çoxusu istəyir ki, siz onlara haqq bəyan olandan sonra özləri tərəfindən həsəd apararaq sizin imandan küfrə qayıtmanızı istəyirlər. Kitab əhli istəyir ki, haqq onlara bəyan olandan sonra həsəd ucbatından istəyir ki, imandan nəyə dönəsiniz? Küfrə. İstədikləri nədir? Bu şeydir. Allah Teala fa'fu, əff edin, vasfahu, keçin, bağışlayın, hatta ya'tiyallah bi əmri, nəhayət Allah Teala'nın əmri gələnə kimi innallah ala kulli şeyin qadir, həqiqətən Allah hər şey qadir. Və burada əff etmək dində əziyyət qarşılığındadır. İstəyirlər ki, siz küfrə dönəsiniz. Və bir də var ki, insanın irz, namus, şərəf, ləyaqətində əff etməsi, namusuna toxunanda. Necə ki, Allah Teala buyurur, Nur surəsində
Və la ya'tali ulul fadli minkum vəs'a. Sizdən lütf, fəzilət və var-dövlət sahibləri and içməsinlər ki, qohumlara, miskinlərə, mühacirlərə, Allah yolunda mühacirlərə heç nə verməyəcəkləri and içməsinlər. Və liya'fu və liyasfahu. Əff etsinlər, bağışlasınlar, keçsinlər. Məgər Allah Teala'nın sizi bağışlamağını istəmirsinizmi? Allah bağışlayan və rəhimlidir. Və bu ayə də Əbu Bakr haqqında nazil olur. Hansı ki, Əbu Bakrın qızı, möminlərin anası, Allah Resulü sallallahu aleyhi ve sellem zövcəsi Ayşə haqqında, Ayşə radiyallahu anh haqqında böhtən hadisəsi olanda artıq Allah Teala ayələr nazil edir. Yəni Ayşə radiyallahu anh təmiz olduğunu bildirir. Və o hadisəni birinci başlayan münafiqlər olur, lakin müsəlmanlardan da danışan olur. Və danışanlardan birisi Əbu Bakrın öz xalası oğlu olur. Və bu ayə nazil olanda Ayşə radiyallahu təmiz olmasını bildirən Əbu Bakr radiyallahu and içir ki, hansı ki o qohumu xalası oğlu Mistah kasıb idi, miskin idi, Əbu Bakr ona kömək edirdi. Və and içir ki, daha ona heç nə verməyəcəm, Allah da bu ayəni nazil edir. Sizdən lütf, fəzilət, var-dövlət sahibləri and içməsinlər ki, heç nə verməyəcəklər qohumlara, miskinlərə, yolçulara və mühacirlərə. Əff etsinlər, bağışlasınlar və deyir ki, məgər istəmirsiniz Allah sizi bağışlasın. Əbu Bakr deyir ki, istəyirəm. Və ondan sonra yəni əvvəl elədiyimdə eləyəcəm deyir. Və bir də var ki, yəni qan, ölüm qarşılığında əff etmək, bağışlamaq. Allah Teala buyurur: "Ya eyyuhellezine amenu kutiba aleykumul qisas fil qatl." İman gətirənlər ölülər haqqında, öldürülən insanlar haqqında qisas sizə buyuruldu, vacib edildi. El-hurru bil-hurr. Azad insan azad insana görə. Vel-abdu bil-abd. Qul qula görə. Vel-untha bil-untha. Qadın qadına görə, yəni qisas alınır. Sonra nə deyir Allah? Fəmən ufiyə ləhu min əxihi şeyun. Və kimə də qardaşı tərəfindən əff olunarsa, Allah da qardaş adlandırır. Yəni öldürülənin vəlisi, öldürülən adamın atasıdır kimsə, o əgər əff edərsə, Allah da kimə qardaşı tərəfindən əff olunarsa, fəttiba'un bil ma'rufi və ədəun ileyh bi ihsan. Onda yaxşı, gözəl şəkildə əff etsin və yaxud da o diyədi, qan pulu da onu yaxşı, gözəl şəkildə versin. Və insana ən şiddətli əziyyət də öz qohumları tərəfindən olandadır. Zövcəsidir, oğludur, qardaşıdır və s. Və insanların çoxsu da öz qohumları, yaxınları tərəfindən əziyyət olanda qəlb tab gətirmir. Onu bağışlaya bilmir. Və fikirləşir ki, haqlar var, oğuldur, atadır, bacı, qardaşdır və s. Yəni, bu haqları zülmlə əvəz edəndə, düşmənliklə əvəz edəndə qəlb bunu daşımır. Və insanların çoxsu da düşünür ki, yəni belə şeydə əff eləmək olmaz, keçmək olmaz. Halbuki Allah Teala buyurur: "Eyyuhellezine amenu inne min azvacikum ve evladukum aduvven lekum fahzaruhum." İman gətirənlər, həqiqətən sizin zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar var, onlardan həzər edin. Və in ta'fu, əgər əff etsəniz və bağışlasanız, keçsəniz, həqiqətən Allah bağışlayan və rəhimlidir. Lakin insan nəfsi intiqama meyl edəndir. İstəyir ki, acıq çıxsın. İstəyir ki, əvəzini versin. İnsan nəfsi belədir. Və ona danışılanda ki, bağışla, əff elə, keç, lakin istəmir. Nəsihəti qəbul etmir. Çünki nəfsdə belə şeylərdə sərtlik var, şiddət vardır. Lakin insan vərdiş etdirərsə, nəfsi ilə mübarizə apararsa, şəriətin yüyəni ilə yüyənləyərsə nəfsini, onda Allahın izni ilə nəfs insana tabi olar. Əgər Allah Teala'dan yardım istəyərsə, Allahdan kömək istəyərsə, bilər ki, müvəffəqiyyət yalnız Allah Teala'dan. Və Allah Teala buyurur: "Vəllezine cahadu fina lenehdiyennahum subulana." Bizim yolumuzda cihad edənləri, çalışanları biz öz yollarımıza yönəldərik. Həqiqətən Allah muhsinlərlə bərabərdir. Və bu məqamda da müsəlman Allah Teala'nın ona verəcəyi mükafatı fikirləşərsə, savabı fikirləşərsə, Allah Teala'nın onu bağışlamasını, Allah Teala ona rəhm eləməsini və necə böyük savab və mükafat əldə edən əgər bağışlayarsa, bunu düşünsə, o insana asanlaşır. Necə ki, hədisdə keçdi,
kim qadir olduğu halda qəzəbini boğarsa, qiyamət günü Allah Teala bütün məxluqat qarşısına onu çağırar və hurilərdən istədiyini seçmək üçün ona ixtiyar verirlər. Yəni, sanki insanda qəzəb var, lakin qəzəbini boğur. Halbuki, onu qəzəbləndirən insanı cəzalandırmağa, ona cavab verməyə, onu yerinə oturtturmağa qadirdir. Lakin qəzəbini boğur. Allah üçün tərk edir bunları. Bu insana böyük savab vardır. Bütün məxluqat qarşısında qiyamət günü çağırılır və ona hurilərdən istədiyini seçməyə ixtiyar verilir. Və insanlar da bu məsələdə 3 qisimdir. Birinci qisim, pislik edəndən intiqam alır. Həddi aşmadan öz haqqını götürür. İkinci qisim, ona pislik edəndən intiqam alır, lakin həddi aşır və zülm edir. Üçüncü qisim, əfv edir, ondan keçir. Və birinci qisim, orta yolda olanlardır. Haqqını alır, artıq işlənmir. İkinci qisim, zalimdir. Özünə də, başqasına zülm edəndir. Üçüncü qisim isə, xeyirlərdə qabaqda gedənlərdir. Xeyir işlərdə yarışanlardır və Allah Teala bu üç qismin üçün də bir ayədə cəm etmişdir. Şura surəsi 40-cı ayə. Və cəzəu seyyətin seyyətun mithluhə. Pisliyin cəzası özü kimi pislikdir. Fəmən afə və asla. Kim əff edər və islah edərsə, onun əcri savabı Allahadır. İnnəhu lə yuhibbul zalimin. Yəni, ayənin əvvəlində deyir ki, pisliyin cəzası özü kimi pislikdir. Bu, orta yolda olandır. Haqqını olduğu kimi alır, həddi aşmadan. İkinci, kim əff edər və islah edərsə, əcri Allahadır. Yəni, bu, xeyirdə ötənlərdir. Qabaqda gedənlərdir. Allah Teala'nın rəhmətini, məğfirətini, bağışlamasını əldə edənlərdir. Üçüncü qisim, ayənin sonunda gəlir ki, İnnəhu lə yuhibbul zalimin. Həqiqətən Allah zalimləri sevmir və bu da həddi aşan insandır. Və bu ayəni düşünməyimiz lazımdır. İnsan bu ayəni fikirləşməsi lazımdır. Allah Teala burada 3 qisim zikr edir. Adillik, fəzilət və zülüm. Ədalət, fəzilət və zülüm. Və insan bu üçündən hansını özünə seçər? Ədalət, fəzilət, üstünlük və zülüm. Heç kəs ortadakindən başqasını seçməz. Özü üçün fəzilət və üstünlüyü seçər. Ədalət hansıdır? Pisliyi pisliklə, eyni ilə. Nə azaltmır, nə çoxaltmır. Nəfsə nəfs, yaraya yara. Eyni bərabər, mala mal. Təhqirə təhqir. İkinci mərtəbə üstünlük, fəzilət, əff etmək, pislik edəndən keçmək, islah eləmək. Amma islahla yanaşı. Çünki Allah nə deyir? Kim əff edər və islah edərsə, əff edər və islah edərsə, Allah Teala ona böyük mükafat verəcəkdir. Çox savab. Lakin islah şərtdir. Əgər cinayətkar əff etməyə layiq deyilsə və şəriət məsləhəti odur ki, o cəzalanmalıdır, onda bu halda əff etmək əmr olunmur. Əgər cinayətkar əff etməklə daha da həddini aşacaqsa, əff etməklə, bağışlamaqla cinayətini daha da artıracaqsa, onda şəriət onu cəzalandırmağa buyurur. Və əff edən insan istəyir ki, özü də əff olunsun. İnsan istəyir ki, özü əff olunsun. Onda nə eləməlidir? Əff eləməlidir. İnsan özü istəyir ki, Allah Teala onun günahlarından keçsin. Onda özü nə eləməlidir? Günahlardan keçməlidir. Çünki insana verilən cəza və ya mükafat əməlinə uyğundur. Kim istəyirsə ki, günahları bağışlansın, insanların da günahlarını bağışlamalıdır. Kim istəyir ki, pisliklərini silinsin, onda insanların pisliklərini də öz zehnindən, qəlbindən silməlidir. Lakin üçüncü qisim zülm edənlər, ayənin sonunda Allah buyurur ki, həqiqətən Allah zülm edənləri sevmir. O kəslər ki, başqalarına qarşı həddi aşırla başlanğıcdan cinayət edirlər və yaxud da pisliyə əvəz olaraq daha çox pislik edirlər və eləcə olurlar zalimlardan. Və bütün bunlar Allah və Rasul tərəfindən tövsiyədir, nəsiyyətdir. Allah da yol göstərir, yəni sən özün üçün
seçim elə. Allahın bağışlaması, məğfirəti, rəhməti, cənnəti yoxsa dünyada intiqam mı? Nəfsin o susuzluğunu doydurmaq mı? İnsan seçim eləməlidir. Və hidayət, xeyir istəyən insan Allahdan kömək istəyərək nəsihətə əməl etməlidir. Allah da buyurur Nisə surəsində وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُعَدُونَ بِهِ Əgər onlar özlərinə xatırlanları, nəsihət edilənə əməl etsəydilər لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدَّ تَثْبِيتًا Onlar üçün daha xeyirli və sabit qalmaları üçün daha şiddətli olardı. وَإِذًا لَآتِينَاهُمْ مِنْ لَدُنَّا أَجْرًا عَظِيمًا Onda biz özümüz tərəfindən onlara böyük, əzəmətli savab, əcr verərdik. وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا Onları sırat-ı müstəqimə doğru yola yönəldərdik. Deməli, kim nəsihəti əməl edərsə, ona xatırlanılana əməl edərsə, Allah tərəfindən mükafat gəlir. Xeyirli insan olur, dində daha sabit olur, Allah tərəfindən böyük savab əldə edir və sırat-ı müstəqimdə doğru yolda gedir. 4 mükafat gəlir bu ayədə, bu 3 ayədə. İsə 66, 67, 68. Kim nəsihətə, Qur'an və hədislərə əməl edərsə, ona ən xeyirli insan olur, dində sabit olur, əcr, savab olur, onun üçün böyük, əzəmətli və bir də sırat-ı müstəqimdə doğru yolda olur. Və Allah tərəfindən istəyirəm ki, bizi sevdiyi və razı qaldığı hər bir söz əmələ müvəffəq eləsin. Allah təala bizi öz dinində sabit eləsin. Allah sizə bərəkət eləsin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu en la ilahe illa ente. Estağfiruke ve etûbü ileyk.